İsrail İrandakı məqsədlərinə çatmağa çox yaxındır. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. Bizi məhv etməyə çalışan bu rejimdir və ona görə də iki konkret təhlükəni aradan qaldırmaq üçün bu əməliyyatı başlatdıq. Nüvə və ballistik raket təhlükəsi. Addım-addım hədəfimizə doğru irəliləyirik. Məqsədimizə çox yaxınıq. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ABŞ-ın bir gecədə İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda Respublikanın nüvə silahının yayınmaması haqqında müqavilədən çıxmasının lehinə çıxış edib. Bu barədə komitənin nümayəndəsi İbrahim Rızay məlumat verib. Komitə üzvlərinin əksəriyyəti Magetinin fəaliyyətini kəskin tənqid edərək agentliklə əməkdaşlığı dayandırmağa çağırıblar. Bundan əlavə, parlamentin növbəti iclasının gündəliyinə daxil edilməsi planlaşdırılan tələblər arasında nüvə silahının yayınmaması haqqında müqavilədə iştiraka yenidən baxılması və İranın müqavilədən çıxması da var. İsrail Təbrizi bombalayır, güclü partlayışlar davam edir. Bu gecə Təbrizin Sahənd bölgəsində baş verən bombardımanın görüntüləri yayılıb. Yerli mənbələrin məlumatına görə İsrailin məxsus döyüş təyyarələri hazırda Təbriz səmasındadır və bölgəyə intensiv zərbələr endirir. Şəhərdə güclü partlayış səsləri eşidilir. Rəsmi orqanlardan hələlik açıqlama verilməyib. Tehranda ABŞ-ın İran ərazisinə zərbələrinə qarşı geniş miqyaslı etiraz aksiyası keçirilib. Yerli media İran prezidenti Məsud Pezeshkiyanın Tehranın İnqilab meydanında keçirilən tələbələrin mitinqinə qatıldığını yazıb. ABŞ İranın Natans, Fordo və İsfahandakı nüvə obyektlərinə güclü zərbələr endirib. Natansdakı obyektin hücumdan əvvəl və sonraki görüntüləri yayılıb. ABŞ İrandakı 3 nüvə obyektinə endirilən zərbələrə cavab almalıdır. Bunu İran prezidenti Məsud Pezeshkiyan Fransalı həmkarı Emmanuel Macronla telefon danışığı zamanı deyib. Pezeshkiyan Macronun təmkinli çağrışını şərh edib. ABŞ İrana hücum edib. Bənzər vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, cavab almalıdır. Xalqımız heç vaxt güc və hədə-qorxuya boyun əyməyəcək və təbii ki, təcavüzə də buna uyğun cavab verəcək. Rejim dəyişikliyi ifadəsini işlətmək siyasi baxımdan düzgün sayılmır. Amma əgər indiki İran rejimi İranı yenidən güclü etməyə qadir deyilsə, niyə rejim dəyişikliyi olmasın? Bu sözləri ABŞ prezidenti Donald Trump öz sosial şəbəkə hesabında yazıb. Amerika mətbuatı isə Trumpın bu sözlərini əsas götürərək İranda rejim dəyişikliyi üçün Amerikanın razılıq verməsi kimi ifadə edib. İsrail İranın paytaxtı Tehrana qırıcılarla hücum edib. Tehranın şərqində yerləşən Hakimiyyə, Behişti və Azgöl bölgələrində ardıcıl güclü partlayış səsləri eşidilib. Məlumata görə, İsrail qırıcıları həm Tehran, həm də İranın qərbində yerləşən bir sıra hərbi infrastruktur obyektlərinə zərbələr endirib. İsrail ordusu İranın bu şəhərini vurub. Məlumata əsasən, Rusiyalı mütəxəssislərin işlədiyi atom elektrik stansiyasının yerləşdiyi ərazidə partlayışlar baş verib. Fransa prezidenti Emmanuel Macron, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra İran lideri Məsud Pezeshkiyanla telefonla danışıb. Söhbət zamanı Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədi ilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb. Fransa prezidenti regiondakı mövcud vəziyyəti qiymətləndirmək üçün bir sıra yaxın şərq liderləri ilə, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhdi, Oman Sultanı, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Qətər əmiri ilə telefon danışıqları aparıb. İranın Xarici İşlər Naziri Abbas Arakçi Rusiyaya səfər edib. Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. Arakçi Moskvaya prezident və digər yüksək rütbəli Rusiya rəsmiləri ilə danışmaq üçün gəlib. Məlumatda qeyd olunur. İlnanın məlumatına görə tərəflər İsrail və ABŞ-ın İslam Respublikası ərazisinə endirdiyi zərbələrdən sonra yaxın şərqdəki vəziyyəti müzakirə edəcəklər. ABŞ prezidenti Donald Trump, ABŞ silahlı qüvvələrinin zərbələri nəticəsində İranın nüvə obyektlərinin kütləvi şəkildə məhv edildiyini qeyd edib. İrandakı nüvə obyektlərinə dəyən ziyanın monumental olduğu deyilir.
Vuruşlar sərt və dəqiq idi. Hərbiçilərimiz böyük məharət göstərdi. Təşəkkür edirəm. Trump konkret obyektləri və ya zərərin həcmini açıqlamadan qeyd edib. İranın nüvə obyektlərini bombalayan B-2 Spirit bombardımançıları artıq ABŞ-a qayıdıb. Qeyd edib ki, təyyarələr təxminən 37 saat havada qalıb. Bombardımançıların geri dönüşünü təsdiqləyən video görüntüləri yayılıb. İran, İsrail və bütövlükdə yaxın şərq sülhə ehtiyac duyur. Bunu Magetinin baş direktoru Rafael Grossi deyib. Diplomatiya yolu hələ açıqdır. Biz danışıqlar masasına əyləşməli və Mageti müfəttişlərinin obyektlərdəki zərərin miqyasını qiymətləndirməsinə şərait yaratmalıyıq. Onun sözlərinə görə, ABŞ-ın zərbələrindən sonra İsfahan, Fordo və Natans obyektlərində dağıntılar qeydə alınıb. Lakin bu obyektlərdən kənarda radiasiya səviyyəsində artım müşahidə olunmayıb. Grossi xəbərdarlıq edib ki, hərbi hücumlar davam edəcəyi təqdirdə radiasiya sızmaları baş verə bilər ki, bu da təkcə hücuma məruz qalan ölkə üçün deyil, onun hüdudlarından kənarda da ciddi nəticələrə səbəb olacaq və insanların həyatına birbaşa təhlükə yaradacaq. Onun sözlərinə görə, agentlik hələlik ABŞ-ın Fordo obyektinə endirdiyi zərbənin dəqiq miqyasını müəyyənləşdirə bilmir. Mageti nüvə sahəsində ixtisaslaşmış müfəttişlərini dərhal İrana göndərməyə hazırdır. ABŞ-ın iştirakı ilə İsrail və İran arasında müharibə yeni qaçqın dalğası və artan terror təhlükəsi ilə üzləşəcək Avropa üçün nəticəsiz olmayacaq. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq. Biz nümayişlərə və artan terror təhlükəsinə hazırlaşmalıyıq. Biz Macarıstanın miqrantlar ölkəsinə çevrilməsinə imkan vermədiyimiz üçün daha yaxşı vəziyyətdəyik. Orban daha əvvəl bəyan edib ki, İranda mövcud hökumətin devrilməsi təkcə bu ölkədə deyil, bütün yaxın şərq regionunda vəziyyəti sabitliyi poza bilər. O qeyd edib ki, nə Macarıstan, nə də digər dövlətlər belə inkişafda maraqlı olmamalıdır. Çünki bu, dünya bazarlarında neft və qazın qiymətinin kəskin artmasına səbəb olacaq. İsrailin Zəncandakı obyektlərə endirdiyi zərbələr nəticəsində Sepahın 3 hərbisi həlak olub. Bu barədə təslim agentliyi məlumat yayıb. Məlumata görə, onlar torpaqların müdafiəsi üçün tapşırıqları yerinə yetirərkən həyatlarını itiriblər.